Bir insan yazıb ki, ağrıların olmağı normaldır. Bu siz niyə yazıb? Elə bil burada bəziləri deyir ki, mən elədim, belim ağrıdı, boynum ağrıdı. Baxın, onun üçün yazıb. Ağrıların olmağı normaldır. Mənim boynumda yumru kistlər əmələ gəldi idman elədiyi müddətdə. Amma bezmədim, qorxmadım. 5 gündən sonra çəkildi. Çəkildi kistlər. Mənim belimdə sinir xəstəliyi vardı. İnanın Allaha bu idman möcüzədir. Görürsüz? Baxın. Yəni istəyirsiniz girin özündən soruşun. Profilinə daxil olun, özündən soruşun. Yəni qorxmayın, çəkinməyin. İnsanlar istəyir ki, illərdir üzərlərinə yığdıqları xəstəlikləri bir gündə yoxa çıxartsınlar. Bu mümkün deyil. Səbirlə eləyin. Mənim özümə bu 15 gündən sonra təsir eləyib. Mən burada çox sevinirəm. Bəzilərinə burada deyir, bir günə sağaldım, 3 günə sağaldım. Hər orqanizm eyni deyil. Səbirlə eləyin. 2 ay, 3 ay, 5 ay, 6 ay eləyin. Uzun müddət eləyin inşallah. Kimin belində yırtıq varsa, kifoz, skalyoz, osteoxondroz, sonra əllərin, ayaqların uyuşması, bütün xəstəliklərə çox faydalıdır. Birinci videoda bərkitmişəm başda. Bax, girin ona eləyin. Orada xanım da var, Bakılı. Tapa bilməsəz ona müraciət eləyin, o sizə atsın. Və yaxud da ki, elə səhifənin başında YouTube da qoymuşam. YouTube-a da girsəz oradan da baxıb eləyə bilərsiniz inşallah.